Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Esselatu vesselamu ala Resulillahil Amin. Seyyidina ve Mevlana ve Tabibi Kulubina ve Şefi'i Zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. وعلى آله المعصومين المكرمين لا سيما الحجة روح وأرواح العالمين لتراب مقدمه الفداء. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان اللعين الرجيم. وإذ قال لقمان لابنه وهو يعظه يا بني لا تشرك بالله إن الشرك لظلم عظيم. صدق الله العلي العظيم. Sizi ve özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allahın əmrlərində, nəhiylərində hər zaman diqqətli olmağa və Allahın əmr və nəhiylərinə hörmətlə yanaşmağa Allah bizi müvəffəq eləsin inşallah. Bu mövzumuzda, bu cümə xütbəsində əxlaqi bir mövzuda, insanın ailə məsələsində, xüsusilə evlad münasibətində rəftarından inşallah söhbət edəcəyik. Münasib olmaq üçün bir ayə mövzumuza aid Loğman surəsinin 13-cü ayəsi haqqında inşallah qısaca söhbət edək. Oxuduğum ayədə, tilavət etdiyim ayədə Allah buyurur ki, bir zaman Loğman oğluna belə bir söz dedi və izqalə Loğmanu li ibnihi. Oğlan, Həzrəti Loğman öz evladına, oğluna dedi və huvə yaizuhu. Bu sözü moizə üçün dedi. Moizə xarakterli dedi. İnsan birine bir söz deyər, görərsən o sözü başqa məqsədə görə deyir. Nə bilim, tənə vurmaq üçün deyir, onu kiçiltmək üçün deyir, onu təhqir eləmək üçün deyir, onu sındırmaq üçün deyir. Görərsən birine bir söz deyir, ona hirsini soyutmaq üçün o sözləri deyir. Amma deyir, Loğmanın oğlunla danışığı, oğluna sözü moizə idi. Və huvə yaizuhu. İstəyirdi evladına moizə eləsin. Moizə, yaxşı niyyətlə bir insana yaxşı bir sözü təklif eləmək, ona başa salmağa deyərlər. Moizə edənə də deyərlər vaiz, yəni moizə edən. Bir hədisdə Peyğəmbər buyurur ki, moizə yaxşı bir şeydir. Amma içərisindən insanın moizə edəni olmasa, kənardakı moizə edən insana təsir eləyə bilmir. Hər kəsin daxilində bir dənə moizə edəni var. İnsanın öz vicdanı, insana nəsihət eləyir, moizə eləyir. İnsan bir səhv iş görəndə, görsən, başlayır öz içində danışmağa. Mən niyə bunu elədim? Mən bunu eləməməliydim. Mən bu sözü niyə dedim? Bax, o bizim daxilimizdəki moizə edən bir dənə gücdür. Əgər o olmasa, belə kobud çıxacaq sözüm, insanın vicdanı olmasa, ona İmam Hüseyin də moizə eləyəndə təsir eləməyəcək. Necə ki, Kərbəlada İmam Hüseyin əleyhissalam dəfələrlə moizə elədi. Sizə deyim ki, İmam Hüseyin danışmaqdan yorulmuşdu Kərbəlada. Hətta belə mətinlər var, belə hədislər var əlimizdə. Ravi deyir ki, İmam Hüseyin əleyhissalama mən neçə yerdə ürəyim ağrıdı. Biri də Aşura günüdür. Yəni Aşuraya qədər İmam Hüseyin yol boyu danışıb və Aşura günü tək qalıb, yenə də istəyir onlara nəsə desin. Deyir, İmam Hüseyin başladı danışmağa. Neçə yerdə deyir, nəfəsi çatmırdı. Dili deyir, ağzında deyir, hərəkət eləmədi susuzluqdan, o isti səhrada, çöldə.
Amma istəyirdi moizə eləsin. Bunlar İmam Hüseyin moizə eləyirdi, bunlar qulaq asmırdılar. İmam Hüseynin səsi nə qədər 30 minə necə çatdıra bilərsən səsi? Amma istəyirdi desin. Bunlar da ağızları ilə səs eləyirdi, qışqırırdılar. Atları hürküdürdülər. Qılıncların səsini çıxardırdılar. Bir Həzrət işarə elədi ki, aydındır, məsələ bəllidir. Deyim niyə belə edirsiniz? Məhərrəm gecələrində ona işarə eləmişdi. Dedi, deyim niyə belə edirsiniz? Muliyət butunukum minəl haram. Çünki qarınlarınız haramla dolub. Allah eləməsin, insan boğazından haram tikə getsə, haqqa qarşı kar olacaq. İmam da ona moizə eləsə ayılmayacaq. İmam da ona birbaşa nəsihət eləsə. İmam Hüseyin birbaşa əlindən tutub dəvət elədiyi şəxslər var idi. Onlarla İmam vaxt alırdı. Xəbər göndərdi ki, filan kəsə denən keçsin bir xeymələrin bu tərəfində, gəlim görüm nə istəyir. Həzrət gəldi, biri vardı, Abdullah adında. Dedi ki, bilirəm, keçmişin yaxşı olmayıb. Siffeyində atam əli ilə vuruşmusan. İndi də gəlmirsən bura. Amma mən sənə istəyirəm, yaxşılıq eləyim. Mənim qanımı tökməkdən get. Bu fikirdən yayın. Bunlar sənə hər nə vədə veribsə, mən onun 2 qatını verirəm sənə vədə. Amma get buradan. Bir baxdı İmam Hüseyinə, dedi ki, mən də istəyirəm sənə bir yaxşılıq eləyim. Ağa dedi ki, necə yaxşılıq eləmək istəyirsən? Dedi, mənim burada çoxlu atım var. İndi getirib, verib də burada kirayə verib, nə məqsədlə verib. Dedi, atım var, çoxlu qılınc getirmişəm. Lazımın da onlardan verim sənə. Həzrət dedi, mən sənin özünü istəyirəm. Mən sənin özünü ayırmaq istəyirəm. Mən sənin atını eynirəm, qılıncını eynirəm. Bax, muizə gözəl bir dəyərdir. İslamda muizə çox böyük nemətdir. Bax, hər cümə həftədə 2 dəfə Allah lütf edir, onu eşidirik. İndi mən danışdıqca da birinci növbədə hər zaman özümə aid edirəm bu sözləri. Ne yaxşı ki bu sözlər var, eşidirik. Əgər bu sözlər olmasaydı, nə edərdik? Quran deyir, Allah Quranı tərif edir, deyir, Quran da muizədir. Qad ca'akum mauizatun min rabbikum. Qurana bir adı da muizədir. Yəni Quran nəsihət eləyəndir. Quran ayıldandır, xəbərdarlıq eləyəndir. O yüksəklikdə məqamda dayanan peyğəmbər deyərdi, mənə muizə eləyin. Muizə etmək, muizə dinləmək hər yaşda, hər elmdə olan insana lazımdır. Adamlar düşünər ki, mənə filan kəs indi ağıl verir. And olsun Allah, heç vaxt, heç bir zaman düşünməmişik ki, biz bu xitabət kürsüsündə qarşımızda oturanlara biz ağıl veririk ya da yol göstəririk. Yox, bizə yol göstərməyə özümüzün ehtiyacımız var. Yəni bizim orada sizin yerinizdə əyləşib, Allah bilir ki, necə arzumdur ki, mən oturum həftədə bir cümədə mən də qulaq asaydım. Mən də ondan istifadə eləyəydim. Yəni bunu səmimidirəm. Təvazükarlıq eləmirəm. Yəni o nemətə, Allahın bizə bəxş elədiyi o nemətə görə sonsuz şükürlər olsun. Bəzi adamlar var, özündə o egoizm o qədər çoxdur. Özündən o qədər razıdır, özünə o qədər məhəbbəti var. Qəbul eləmir, istəmir. Deyir ki, cavan adamdır, danışır orada məsələn, mən gerim ona qulaq asım. Elə bilir ki, Peyğəmbərin bir mübarək kəlamı var. Deyir ki, Həzrət Əli əleyhissalama da nisbət verilir bu söz. Deyir, baxma kim danışır. Mümkündür, ən acığın gələn bir insandır. Mümkündür, bir pis adamdır. Yadımızda qalsın. Peyğəmbər İmam Əli əleyhissalam tövsiyə edir ki, baxma kim danışır. Şeytan bir yandan vəsvəsə eləyib səni, məsələn, danışanın başlayırsan özündə qüsurların fikirləşməyə. Əşi, bu indi bunu danışır, məsələn, bu bunu əməl eləyir. Məsələn, bu bunu filan eləyir, bu bunu filan eləyir. Həzrət Peyğəmbər buyurur ki, baxma kim danışır. Bax, gör nə danışır. Hikmətli söz müminin itmiş gövhəridir. Əli əleyhissalam buyurur, zəlalət əhlindən də olsa hikmətli sözü uğurla. Görərsən bir nəfər, məsələn, pis adamdır, laf dinə qarşı nifrəti var, dindən acığı gələn adamdır. Gələr həyatın təcrübəsindən bir dənə çıxarışdı, qəşəng söz deyər sənə, Əli əleyhissalam da götür o sözü, baxma ilə bu kafirdir. Bəs Peyğəmbər özü moizə dinləyərdi, Əli əleyhissalam qəmbərə deyərdi ki, mənə moizə elə. Deyərdi, ya elm, mən kiməm, qəmbər bir üstə, ikinin üstə iki gələ bilməyən, yəni savad
belə deyək, dünyəvi savadı bu səviyyədə olan adam. 2 üstə gəlki, deyəli, mən nəyə görə, mən bilmirəm. Amma gəlib fənafillahdan, irfandan, mənəviyyatdan, Həzrəti Əli əleyhissalamın məhəbbətində hər şeyindən keçdi, canını da qurban elədi. Ötən gecələrdə İmamın 7-sində danışdım. Mərvan ibn Həkəm, Həccac ibn Yusufun əli ilə öldürüldü. O sadəliyində bir insan dedilər ki, Əlidən əl çəkməlisən, Əlidən imtina eləməlisən. Dedi ki, mənim heç nəyim yoxdur bu dünyada, bir dənə Əlidən başqa. Hər şeyimi verərəm, ondan əl çəkmərəm. Meysəm Təmmari olsun, başqası olsun. Bax, insana moizə təsir eləyəndə, insan imamın bu cür istəyir, insan dinini bu cür istəyir, dininə qarşı məhəbbəti olur. Harun Ər-Rəşid deyir, İmam Musa Kazım əleyhissalama dedi, mənə moizə elə. Onlar da var idi, arada gəlirdi onlara. Dedi ki, mənə moizə elə. İmam baxdı buna, bu Harun neyi bilmir ki? Bilmir ki, oturduğu yer qəsb elədiyi kürsüdür. Bilmir ki, zülm elədiyi Peyğəmbər ailəsi. Hər şeyi yaxşı bilir. İmam ona bir dənə bu sözü dedi. Buyurdu ki, مَا مِنْ شَيْءٍ تَرَاهُ عَيْنَيْكَ إِلَّا وَفِيهِ مَوْئِزَةٌ. Dedi Harun, mənim sənə nəsə deməyə ehtiyac yoxdur. Başını qaldır. Dünyada hara baxsan, nə görsən, onun hər biri sənin üçün moizədir. Doğrudan elədir. Moizə sözdür əslində. Məsələn, hədisdə var, kəfa bil mautu vaizən. Ölüm ən gözəl moizədir. Yəni, özünün ölməyi yox, ha? Özün öldün, bitdi də. Ölüm, eşidirsən, filan kəs rəhmətə getdi, filan kəsin başına belə bir hadisə gəldi, filan kəsin nə bilim belə oldu, belə oldu. Nə bilim, filan yer dağıldı, uçdu, sel apardı, dənizdə batdı. Hər bir hadisə, hər bir eşitdiyin sənin üçün ibrətdir. Əli əleyhissalam buyurur ki, nə çox ibrət almalı şeylər var bu dünyada, amma nə az ibrət alan var. Və izqalə Luqmanu li ibnihi və huvə yaizuhu. Bax, bu ayə bizə deyir ki, evlatlarınızla moizə xarakterli danışın. Onları elə danlamayın, onlara nəticəsiz söz deməyin. Evladla danışıq ünsiyyətində görsən ki, və huvə moizədə ürək yanğısı var. Yəni, mən bu sözü nəsihət amiz formada, yəni ürək yanğısı ilə istəyirəm deyəm ki, bu sözümə sən əməl eləyəsən. Buna deyirlər moizə. Bir də var ki, mən sənin hirsin var içəridə sənin elədiyinə qarşı. Sənin elədiyin səhvi tezdən sənin öz başıma çırpıram. Sən nəticə almayacaqsan. Sən daha da agresiv olacaqsan. O günaha daha da pis tərzdə yanaşacaqsan. Bu təcrübələr bunu göstərir də. Əleyhissalam İmam Həsənə dedi, əhyi qəlbəkə bil moizə. Ürəyi, qəlbi moizə ilə diri saxla. Bax, ona görə Peyğəmbərin hədisində də var, 3 cümə üzrü olmadan bir adam məscidə gəlməsə, moizə eşitməsə, Peyğəmbər buyurur ki, İslamdan ya da mənim ümmətimdən çıxıb. Mən belə bir adamı tanımıram. Diqqət eləyin ha hədisə. 3 cümə üzrü olmadan gəlməsə deyir, Peyğəmbər deyir ki, bu insan moizə eşitməyib, bu çox bir qorxulu vəziyyətdir. Məqsəd burada məscidə gəlməyində nədir? Moizə eşitsin. Allah kəlamı eşitsin. İndi qardaşlarla arada otururuq, danışırıq da bu lütfi qeyd edirlər, danışırlar. Deyir ki, inan bir cümə gəlməyəndə sonraki növbəti, təsəvvürlər bir həftə, necə deyim, telefonunu şarj eləyirsən deyim, yanacaq doldurursan deyim, yəni enerji yığırsan. Bu gələn bir həftəyə qədər necə yaşayacaqsan, münasibətin necə olacaq halalla, haramla, bu səni tənzimləyir. Əgər diqqət eləyə bilsən də, diqqət eləyə bilsək. Deyir, Loğman oğluna moizə eləyirdi. Moizə eləyirdi, istəyirdi ona desin. Və sonra onunla öz təcrübələrindən deyə bölüşürdü. Bunlar Quran ayələrində yoxdur, hədisi qüdsülərdə daha çoxdur. Bir ikisini istəyirəm oxuyum, maraqlıdır. Deyir ki, Loğman əleyhissalam, Loğman Peyğəmbər idi, Peyğəmbər dördü mübahisəlidir. Elə də yekdil bir cavab yoxdur, heç bizə də lazımdır. Amma Quranda adı gəlib bu kişinin. İndi istəyir Peyğəmbər olsun. Görsən, Quranda adının gəlməsi üçün Peyğəmbər olmağın lazımdır. 124 min Peyğəmbərin hamısının adı məgər Quranda gəlir? Yox. 25-inin adı gəlib Quranda. Loğmanın adı gəlib, elə mübahisəlidir, Peyğəmbərdir, Peyğəmbərdir, elə də hikmət sahibidir. Yəni, düşüncəsi, dərrakəsi
Çox yüksək səviyyədə olan və nəfsinə hakim olan adam idi. Loğman necə eləmişdi? Deyirlər, uzun ömrü var idi. Ona Allah lütf eləmişdi. Deyir, oğluna bir gün dedi ki, ya bunəyyə, inni xədəmtu ərbəəmiyə nəbiyyən. 400 peyğəmbərin xidmətində olmuşam. 400 peyğəmbərin xidmətində olmuşam. Onların hamısından cəmləmişəm dediklərindən 4 dənə qızıl söz sənə deyirəm. 400 peyğəmbərdən eşitdiyim 4 dənə qızıl sözü sənə deyirəm. Bunlara diqqət eləsən bəsindir. Nə diyor söz? Deyir ki, namazda qəlbini qoru. Namazdan qabaq nə fikirləşirsən, nə düşünürsən, hara can atırsan, hara getmirsən, hara gəlmirsən, işim yoxdur. Amma elə ki, gəldin namaza, Allahla danışmağa, onların hamısını qoy bırak kənara. Necə telefonumuzu qoyuruq, açarımızı qoyuruq, cib dəsmalımızı çıxardıb qoyuruq ki, bizə cibimizdən narahatçılıq oldu. Oturanda, duranda, təşəhhüddə, rükuda bir dənə sıxacaq buranı, fikrim qalacaq orada. İndi bir dənə açar əgər maneəçilik törədə bilirsə, bu qədər fikirlər, bu qədər istəklər, bu qədər düşüncələrimizdə olan şeylərlə biz o ağırlığında şeylə namaza necə əyilək? Bir namazda qəlbi qoru. Əslində o təkbir var, Allahu Ekber, bilirsiniz də? Allahu Ekber təkbir var, ha? O Allahın böyüklüyünü göstərən işarədir ki, bu əsanı qoyum. Bu Allahın böyüklüyünü göstərən işarədir. Çox adam belə bilir ki, Allahu Ekber, mən istədim ki, Allah böyüdür. Əgər böyüklüyünü göstərmək olsaydı, mən geri əlimi bir dərəcədə yekə dairəvi açsaydım, nə bilim, ondan da böyük açsaydım. Bu təkbirin mənası nədir? Allahu Ekber, başladı namaza. Təkbirin mənası budur ki, adətən, görürsən biri deyir ki, filan kəsə filan şey təklif oldu, əlinin dalı ilə itələdi. Biz bir şeyi almaq istəyəndə belə alırıq, əlimizin içi ilə götürürük. Bir şey ki, xoşlamırıq, deyir ki, əlinin dalı ilə itələdi, yəni istəmir onu. Allahu Ekber biz deyəndə əlimizi belə qaldıranda, yəni biz Allaha demək istəyir ki, Allah dünyaya aid beynimizdə, fikrimizdə, düşüncəmizdə hər nə var, hamısını itəliyirik arxaya və üzümüzü sənə tuturuq. Təkbirin mənası budur. Və cəhd vəchiyə lilləzi fətərəs səmavati vəl-ərd hənifən muslimən və mə ənə minəl müşrikin. Bu müstəhəb duasında da baxsaz, tərcüməsinə baxın Risalədə. Təkbirdən qabaq söz var. Deyir, üzümü xalis şəkildə sənə doğru tuturam və sənə təslimliyimi elan edirəm. Allahu Ekber, yəni Allah, bütün fikir, zikir, həmmi, qəmmin, qüssəm, çətinliyimi, hamısını atıram kənara. Üzümü açıram, fikrimi açıram Allah üçün. Nəinki Allahın böyüklüyünü göstərir. Ona görə deyir ki, oğul, istəyirsən bir yerə çatasan, namazda qəlbindən müğayyət ol. İmkan vermə. Görsən bir şey gəldi, səni qıdıqlayır da, bir şeytanın işi budur da. Siz elə bilirsiniz ki, şeytan biz namaz qılanda oturur kənarda. Yox, şeytan elə kənarda olanda necə eşidir biz namaza başlayırıq, qaça-qaça gəlir yanımıza. Qaça-qaça gəlir yanımıza. Deyir, onsuz da dünya malında bunu allatmışam, yeməyini qaçışdırmışam, şübhəli şey də yiyir. Daha deyirlər buna ki, bu ət deyirsən falan yerdə kesilir, bismillahsız kesilir, əşki inşallah bismillah deyiblər. Onu yedizdirmişəm, onu içizdirmişəm. Onun filan yerində deyəsən biraz problem var, əşki olsun, nə keçəcək, daha neyiniyək, az qalmayacaq ki, adım belə qoyub, yedizdirib, içizdirib də hər şey başımıza açıb, bir dənə qalıb namazımız. Namazımızda deyir ki, da elə bu, almışam bunu elə, bu elə namazında da alım elə. Namazda sən Allah-u Ekber gəlirdi yanır yanında, başda səndən danışmama. Bir filan kəsə yadındadır, zəng eləmişsən, cavab vermirsən ona. Səhər mesaj yazmışdı, baxmısan ona. Buradan çıxan kimi falan kəsə zəng eləyərsən falan. Kimin necə Allah'dır? Allah'dır. Ağıllı adam, elə namaza dayanan kimi, o Allahu Ekber deyəndə beynimə gətir ki, mən neyləmək istəyirəm? Yəni, mən bütün fikrimi, hamısını təmizləyirəm, üzümü tuturam Allaha tərəf. Dedi, oğul, 400 peyğəmbərin 400'ünün sözündən 4 dənə hikmətli söz sənə deyirəm. Namazda qəlbi qoruyun. Süfrədə boğazı qoruyun. Qarnını qoruyun. Yəni, çox yiyən olma. Başqasının evinə gedəndə gözünü qoruyun. Gedən səni qonaq çağırarlar. Ora gedəndə kör ol. Baş aşağı gir, baş aşağı çıx.
Cəmaat içində olanda dili qoruyun. Bu 4 dənəni qorusan ucalacaqsın. Cəmaat içində çox danışan olma. Hər şeyə fikir bildirən olma. Hamı bilir ki, hamının ağzında bir parça dili var. Hamı da danışa bilir. Adam var elə deyir ki, qoy elə görsünlər ki, mən danışıram. Nə sözünün məntiqi var, nə əsası var. Axşama qədər boş boğazlıq eləyir, yorur özünü. İndi gəl ona deyilən bir Peyğəmbər əhl-i beytinə salavat zikirlər, belə baxır sənə, dilini tərb etmək istəmir. Elə bir ağırlıq çökür üstünə. Abala, sən bayaqdan danışırdın, dil boğaza qoymurdun. Məclislərdə görmüşsün də. Biz də arada görsən, əsəbləşirik, deyirik. Bir kitab söhbət danışıb, oturmuşsan, qulaq asırsan ki, bunlar indi salamlaşsın, görüşsün, qutarsın. İndi keçib məclisin dini hissəsinə, bayaqdan elə danışırlar bunlar, bazar açırlar. Deyirsən ki, Peyğəmbərə salavat, şəhidlərə salavat, mərhuma salavat, nə bilim kimə salavat. Ağzını açmır, dilin tərp etmir. Amma cəmaat içində olanda dünya söhbətləri, dünya marağına görə hər nə gəldi danışır. Bax, insan moizə eşitsin, insan moizə dinləsin, moizə eşitməyin səmərəsi çoxdur. Mən qəsdim yox idi moizə sözünün üstündə dayanmağa, hər halda da dayandım. Burada da söz çoxdur. Moizə, yadımızda qalsın, hikmətli, nəsihətli dolu bir kəlama deyilir. Tənəyə, nə bilim, hirsi soyutmağa moizə. Adam var görsən birinin başlayır damlayır cəmaat içində. Deyir ki, moizə elə bunu. Yox, moizə deyil. Moizə budur ki, içəridən ürək yanğısı ilə gəlsin. Və bu bir, ikincisi də ki, bu da şərtdir. Moizə edən şəxs gərək öz dediyinə ən azından əməl eləsin. Bu da elə şərt deyil. Yəni, məsələn, bir adam əməl eləməyibsə, heç danışmağa haqqı yoxdur. Belə bir şey də yoxdur. O eybəsə, o qədər olub ki, əməl eləmədiyin bir şeyi birinə demisən, gözəl də təsir qoyub. İndi onun düşüb də o damarına deyim, ruhunun pak hissəsinə deyim, həmən gün bir sədəqə verib deyim, olur, həyatdır. Hər halda, bacardığın qədər neyniyəsən, insanları yaxşılığa dəvət eləyəsən, yaxşı sözlər deyəsən. Həzrəti Loğman oğluna nəsihət eləyir və düşünürəm ondan danışmışıq biz, neçə cümələr, keçən illərdə də mövzumuz olub. Nəsihət eləyirdi oğluna, elə üzdən oxuyuram, yekunlaşdırıram. Ya bunəyyə, əqimis səlat və əmur bil-urf və nəhə ənil münkər vəsbir ələ ma əsabəkə ənnə zalikə min əzmil umur. Dedi oğul, əqidəsindən danışırdı oğlunun, əxlaqından, ədəbindən, danışıqda hər şeyindən danışır. Necə danış, necə yol get, hər şey deyib. Yəni bir yerdə də əməl məsələsində, deyir oğlum namaz qıl. Yəni bir atanın vəzifəsidir oğlundan namazı tələb eləsin. Bir. Da özü bilər, haçan qılar, keyfi istəyər qılar, belə deyil. Atanın vəzifəsidir ki, evladına namazı dəvət eləsin. Və əmur bil ürf, yaxşı işləri həmişə insanları dəvət elə. Yaxşı işləri də təbliğatçı ol. Və nəhə ənil münkər, pis işlərdən çəkindirən ol. Görsən biri pis iş görəcək, çəkindir. Vəsbir, indi sonra gəlirdi ki, və səbr elə, ma əsabəkə. Bütün bunların qarşılığındakı çətinliklərə səbr elə. Yəni namaz qılmaq, bəli, çətinliyi var. İndi bir adam deyər ki, namazın nə çətinliyi var? Namazın o dəstəmaz, əyilib durmaq tərəfi çətin deyir, ha? Namaz qılıb nəfsünlə mübarizə aparmaq çətindir. Onu qılmağa hər oğul, əhsən oğlana. Qılsın və o nəfsi ilə mübarizə aparsın. Deyir ki, oğul namaz qıl, yaxşı işlərə dəvət elə, pis işlərdən çəkindir və sənə bu işlərin içindəki çətinliklərdə tövsiyə edirəm ki, səbirli ol. Səbr eləyə bilsin, innə zalikə min əzmil umur. Bu dediyim, sadaladığım işlər, namaz qılmaq, yaxşılığa dəvət, pislikdən çəkindirmək, əzm iradəsi güclü olan insanların işidir. Namaz, innə səlatət, tənha ənil fəhşal münkər deyir Allah, namazın xüsusiyyətini deyir. Deyir ki, innə səlatə ləkəbirətun, namaz deyir, çox əzəmətlidir Allahdan qorxana. Namaz qədər ölüvü pak bir iş yoxdur, biz onu hər gün yerinə getirdik. Öyrəşmişik, adət anlamışıq, amma namaz qədər əzəmətli bir iş yoxdur. Ondan yüksəkdə dayanan bir iş yoxdur. Bir şey ki, İmam Hüseyin əleyhissalam bu namaza görə şəhid olur. Bir şey ki, İmam Hüseyin əleyhissalam hər neyi var, bu namaz qalsın deyə Allah yolunda qurban eləyib. Gör bu namazın dəyəri nə? Hüseyin nə boyda əzəmətliliyindədir? İmam Hüseynin əzəmətinə
insan belə mat-məəttəl qalır da. Yəni insan Allaha nə qədər sədaqətli bəndə ola bilər? Allah üçün hara qədər keçə bilərsən? Baxırsan görürsən ki, İmam Hüseyndə elə bir şey tapa bilmirsən ki, deyəsən ki, İmam Hüseyn burada elə bir dayanıb. Bunu vermək istəməyib. Yoxdur. İndi İmam Hüseyn bunları niyə eləyirdi? Gəlirik buna bir dənə sual veririk. Allaha görə, Allahın dininə görə. İndi gör din nə boyda əzəmətlidir ki, İmam Hüseyn kimi şəxsiyyət, əzəmətli şəxsiyyət bu dinin qurbanı olur. Bu dinin qurbanı olur. Allah'ın verir Muhammed ali Muhammed'e. Allah dünya və axirətdə bizi onların elmindən, məarifindən, bu dünya ziyarət və axirətdə şəfaətlərindən ayrı salmasın inşallah. Bismillahirrahmanirrahim və lə'əsr innəl insana ləfī xusr illellezine amenu və amilus salihat və tevasav bil haqqi və tevasav bis sabr. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve tabibi kulubina ve şefi'i zunubina Ebu'l Qasim'il Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala Aliyin emiril muminin aleyhisselam ve ala Fatime'tez Zehra seyyideti nisa'il alemin selamullahi aleyha ve ala'l Hasan ve'l Hüseyin ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Muntazaril Mahdi. Allahümme salli ala Muhammed ve Muhammed. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ehya'i minhum vel enbat. Usikum ve nefsi bi tekvallah. Sizi ve özümü ilahi tekvaya riayet etmeye davet ederim. Allah bizi halallarından, haramlarının müqabilində diqqətli olmağa, Allaha itaat etməyə müvəffəq eləsin inşallah. Kərbəla hadisəsinin əsrlərlə, illərlə yaşaması və məsumların içərisində yeganə şəxsdir ki, İmam Hüseyin 10 gün ona əzadarlığın saxlanılması hər əsrdə insanlara bu sualı verməyə vadar eləyib. Hətta imamlarımızın öz dövründə bu sualı veriblər ki, biz Peyğəmbərə yox, Həzrət Əliyə yox, niyə İmam Hüseynə 10 gün əza saxlayırıq? Və bu suala da cavab veriblər. Bu sualı kim soruşub, ona cavab veriblər. Və bundan sonra da qiyamətə qədər də kim soruşacaq, cavab veriləcək. Yəni, belə deyir ki, bunun cavabı yoxdur. Biz çaşdıraq, qalaq belə deyək ki, hə, nə bilməyək qardaş, belə olub da. Cavabı var. Biz niyə İmam Hüseynə, bəlkə də haçansız kiminsə burada əyləşənlərdən bu sual gəlmişdi zehninə. Adam var ya, bəzi suallar var, gəlir zehninə, deyir ki, əstağfirullah, bunu kimdən soruşur? Soruşacağım, deyirlər ki, nə olub sənə? Kim təsir edib sənə? Nə bilim, deyəsən yolu azmağa başlayırsan falan. Bəzi suallar var, onu içəridə saxlayanda o daha pisdir. Demirəm onu indi hər adamın yanında deyin, çünki insanlar fərqlidir də, hamı bizi bir cürə başa düşmür ki. Onu məhrəm bildiyiniz, inandığınız, nə bilim, səmimiyyətinə, elminə arxalandığınız bir adamdan soruşun. Heç vaxt özünüzdə qapalı bir şey saxlamayın. Soruşun, rahatlayın. Və doğrudan da normal, maraqlı sualdır. Peyğəmbər İslamı getirib, Peyğəmbər də vəfat eləyib. Həzrət Əli əleyhissalam, əgər şəhiddirsə, Həzrət Əli əleyhissalam şəhid olur. İki imamımız, yəni qılınc zərbəsi ilə şəhid olur. Digər imamlarımız zəhərlənərək şəhid olur.
Əgər qılınc zərbəsi etsə, Əli əleyhissalam da qılınc zərbəsi ilə şəhadətə çatıb. Niyə biz Həzrəti Əli əleyhissalama məhərrəm olduğu, İmam Hüseynə əza olduğu kimi əzadarlıq eləmirik? Onu bir nəfər İmam Sadiq əleyhissalamdan soruşub. Cavab çoxdur, elə hər biri qane edici cavabdır. Amma bu hədisi inşallah elə burada istəyirəm xidmətinizə çatdırım, sözümü də yekunlaşdırım. Deyir, soruşdular ki, niyə Peyğəmbərə, Fatih, Həzrəti Zəhraya, Həzrəti Əliyə, İmam Həsənə biz Aşura qədər əzadarlıq eləmirik? Deyir, İmam Sadiq əleyhissalam cavab verdi ki, Allahın yer üzündə sevib seçdiyi 5 nəfər şəxs var. Onları kisa əhli deyirlər, Ali Əba. Əba əhli, kisa əhli. Bilirsiniz, Peyğəmbər əbasının altına cəm elədi bir gün. Özü, Həzrəti Əli, Həzrəti Fatimə, İmam Həsən, İmam Hüseyn. Dua elədi. Dedi, Allah, bunlar mənim əhl-i beytimdir, bunları hifz elə, bunları sevənisi, bunlara düşman olanla düşmanam. Bunu Peyğəmbər dedi və Peyğəmbər bu kisa hədisi ki, məşhurdur, kisa hədisi tarixdə və o Əba sakinləri, əhli Əba, Ali Əba, 5 kimsənə müxtəlif sözlərlə bunu insanlar ifadə edir. Deyir İmam Sadiq əleyhissalamda ki, o 5 nəfər ki var yer üzündə ülvi, pak insanlar, Allah dünyanı elə bunlara xatir yaradıb, bunlara xatir başlanğıc var. Deyir ki, o zaman ki Peyğəmbər salavatullah dünyadan köçdü, o Əba əhlindən 4'ü sağ idi. O zaman ki Həzrət Fatimə dünyadan köçdü, Əba əhlinin 3'ü sağ idi. Yəni bəşəriyyət üçün bunlar bir dənə nurdur, insanların sığınmağa bir yeri var idi. O zaman ki Həzrəti Əli əleyhissalam dünyadan köçdü, Həsənlə Hüseyn sağ idi. Sonra buyurur ki, fələmma qutiləl Hüseyn əleyhissalam ləm yəkun bəqiyə min əhlil kisa. Elə ki Hüseyni qətlə yetirdilər, o kəsa əhlindən, o Əba sakinlərindən, Peyğəmbər əhli beytindən yer üzündə heç kəs qalmadı. Fəkanə zihabuhu kəzzihabi cəmiihim. Hüseynin getməsi, Hüseyni yad eləmək elə o kisa əhlinin hamısını yad eləməkdir. Hüseynin getməsi hamısının getməsinə bərabərdir. Hüseynin yad olunması da hamısını yad eləməyə bərabərdir. Yəni varlıq aləminə çox ağır təsir elədi İmam Hüseynin şəhadəti və eyni zamanda da İmam Hüseynin müsibətli şəhadəti. Başına o müsibətlərin, o çətinliklərin gəlməsi və təkcə də bunları danışılıb bilirsiniz. Təkcə də İmam Hüseyin əleyhissalamın şəhadəti yox, İmam Hüseynin həyata olan eşqi, İmam Hüseynin dini olan məhəbbəti, İmam Hüseynin din qeyrəti çəkməsi o zamanda bütün müsəlmanları özünə borclu eləyib və bütün müsəlmanlar qiyamətə qədər İmam Hüseyinlə fəxr eləyir, fəxr eləyəcək. İmam Hüseyinə sevmək izzətdir. İmam Hüseyni sevdiyimizə görə biz dünya xalqlarına hər zaman belə deyək, fəxrlə danışırıq, başı ucayıq və buna görə ki, İmam Hüseyin əleyhissalam bizim abrımızı, heysiyyətimizi, mənəviyyatımızı, dini kimliyimizi, mənəvi kimliyimizi bərpa eləyib. Ona görə biz İmam Hüseyin əleyhissalama nəinki bizdən sonra gələnlər qiyamətə qədər bu borcu əzadarlıq formasında İmam Hüseyinə təqdim edəcəklər. Allah bu cəmi Kərbəlayı zəvvar eləsin. Allah hər kimin nə hacəti, nə istəyi var, hacət və istəklərimizi rəva eləsin. Xəstələrimiz var yadımızda, yadınızda olan sizə, bizə deyilən, iltimas olunan xəstələr, qazilərimizə şifaya acil mərhəmət eləsin. Allah Teala qəriblikdə, əsgərlikdə, əsirlikdə, ruzu dalıca, təhsil dalıca, ölkə xaricində olanları sağ-salamat ailələrinə qovuştursun. Allaha and verirəm Muhammed Ali Muhammed hörmətinə, bütün möminlərə, müsəlmanlara, xüsusən bu cəmə, ölən günə qədər halaldan 1000 minnət ruzu ehsan eləsin. Allah Teala gələn günlərimizi xeyri günlərə mübəddəl eləsin, günahlarımıza, səhvlərimizə, xətalarımıza qələmi əfv çəksin. Allah Teala bizi bağışlamamış bu dünyadan aparmasın. Allah Teala bizdən və bizdən sonra gələn nəsillərimizdən Peyğəmbər və əhl-i beytinə düşman qərar verməsin. Allaha and verirəm Muhammed Ali Muhammed hörmətinə. Allah bizi İmam Hüseynə arifən bi haqqi, Hüseyni tanıyaraq, əzadar olmağı, Hüseyni tanıyaraq, ziyarətində olmağı hər birimizə nəsib eləsin. Allaha and verirəm Muhammed Ali Muhammed hörmətinə. Dünyasını dəyişən valideynlərimizi, ata-analarımızı, böyüklərimizi, Hüseynçilərimizi, qəriq rəhmət,
vasili cənnət eləsin. Allah Taala'nın an verirən böyüklüyü xatirinə İmam-ı zamanımızı salamat eləsin. Ağamızın dualarını üstümüzdən əski eləməsin. Həzrətin gəlişində, zuhurunda günü-gündən, saat və saat təcil qərar versin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kavsar fasalli li rabbika vanhar. İnne şaniyeke huvel abtar. Esselamu aleyküm ve rahmetullah ve berekatuh.